Salam tədbir iştirakçıları. Üçüncü gün münasibətilə ilk olaraq məktəb kollektivimizi, məzunların valideynlərini təbrik edirəm. Bugün mənim üçün çox məsuliyyətli, çox şərəfli günüdür. Nə üçün? Yəni hər il keçirilən son zərşlərdən fərqli olaraq bugün mən həm valideyn kimi çıxış edirəm, həm də məktəb rəhbəri olaraq çıxış edirəm. Yəni fəxr hissi keçirirəm, qürur hissi keçirirəm ki, bizim şagirdlərimiz bugünkü günü sevinclə, qürurla qeyd edirlər. Bu yolda bütün şagirdlərimizə, bütün məzunlarımıza, hər birinə uğurlar arzu edirəm. Mən hər dəfə onları qeyd edirəm, adi günlərdə də belə ki, yəni siz bizim üçün əzizsiniz uşaqlar, siz bizim üçün doğmasınız. Yəni biz sizi öz övladlarımızdan seçmirik, siz bizim üçün doğmasınız. Və bildirmək istəyirəm ki, bizim məzunlarımız artıq demək olar ki, çoxu tələbə adını qazanıb. Bu münasibətlə onları təbrik edirəm. Onlara uğurlar, hansı sahədə, hansı peşədə fəaliyyət göstərmələrindən asılı olmayaraq həmişə dövlətimizə, vətənimizə layiqli vətəndaş olmağını arzu edirəm. Yəni, mən bilirəm ki, bizim məktəbin məzunları hər zaman bizim adımızı uca edir. Bizim keçmiş məzunlarla görüşlərimiz olur, təsadüfən rastlaşırıq və onların xoş əhval-ruhiyyəsi, məktəb haqqında xoş sözləri məni fərəhləndirir, qürur hissi keçirirəm ki, yəni uşaqlar məktəbi bitirib gediblər, yenə məktəb haqqında öz müsbət fikirləri, yəni həmişə onlarla yaşayır, yəni fikirləri həmişə müsbətdir məktəb haqqında. Və onlar hansı peşə sahəsində fəaliyyət göstərmələrindən asılı olmayaraq orada da tərifə layiq olublar. Və ona görə də bu iki məzunlarımıza həmçinin arzu edirəm ki, hansı sahədə, harada fəaliyyət göstərmələrindən asılı olmayaraq həmişə ailəsinin, vətəninin, məktəbinin adını uca etsinlər. Özlərinə can sağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Həmişə xoş günlər qismət olsun. Heç vaxt neyim, necə eləyim deməsinlər. Həyatda ən gözəl nə varsa onlara arzu edirəm. Uğurlar arzu edirəm, uğurlar uşaqlar. Təbrik edirəm bizə.